Qızlar oxumalıdır. Qızlar mütləq oğlan kəndlərdə deyərlər gedib hamballıq eləyə bilər. Belə Qız söz var. olmaz axı. qız Ona görə uşağı qızları, təhsil almalı. kimin qızı var xoşbəxtdir. Kimin qızı var sözün əsl mənasında. Var qız övladınız təvəkkül. Əlbəttə qızım var, müəllimədir, çox istəyirəm. Allah ömür versin. Oğlum eşitməsin, qızımı ondan da çox istəyirəm mən. Qızımdır. Ayrı seçkili olacaq ha sonra. Yox, hər birinin öz yeri vardı. Ancaq qızı gəlir, o kəsikdir o axı. Ay nənəmin O kəsikdir də, bilirsən ki. Allah içənlərə rəhmət eləsin. Başqasının əlinə baxacaq, başqasının çörəyinə baxacaq. Ona görə qız oxumalıdır ki, sabahları Allah eləmiş, Xuda nəşərdə bir hadisə olanda, bir nə bilim nə olanda özünü dolandırsın. Balasına görə kiminsə qabağında əyilməsin. Qızlar bizim vicdan simvolumuzdur, namus simvolumuzdur, qeyrət simvolumuzdur. Biz onu doğrulmalıyıq. Mən bunu deməklə belə təəssürat yaranmasa ki, mən qadınların tərəfinə yox, elə deyil. Həqiqətən elədir. Qadın böyük varlıqdır. Allah'tan sonra yaradıcı qadındır.